Salam əleykum əziz bağbanlar, hər birinizi Qubadan salamlayırıq. Bugün sizə alma yetişdiriciliyindən danışacağıq. Bir neçə dəfə bu bağda olmuşuq. Davud qardaş, xoş gördük səni də. Necəsən? Xeyirli olsun, bağın bərəkətli olsun inşallah. Rasim müəllimlə bir yerdə gəlmişik. Davud, biz əsasən gilasçılığın üstünə fokuslanmışdıq son zamanlarda. Səninlə burada alma yetişdiriciliyindən danışmışdıq, budamasından filan. Artıq biz alma yetişdiriciliyinə də keçidiləyirik yavaş-yavaş. Bunun da sağ olun, çox sağ ol. Burada da sənin üstünə də böyük rol düşəcək inşallah. Bu almaçılığın yetişdirilməsi sortlarını tanıtımlarını eləyərik. Sonra xəstəlikləri barədə alma meyvə yetişdiriciliyin içində mənə elə gəlir ki, ən çətin sahələrdən biridir. Çünki əziyyəti çoxdur, səhvi də bağışlamır. Hər hansı bir xırda bir-iki dənə dərmanlamağa gecikdirdim. Meyvə avtomatik olaraq bir problem yaranır meyvədə, ağaclarda. Birinci başlayaq elə alma yetişdiriciliyindən sortlardan. Bu böyük bir mövzudur. Etab hamından məlumat verərik. Hal-hazırda hansı çeşiddir bir dəqiqə gördüyümüz? Artıq mövsüm yekunlaşır. Sonda yığılan meyvə də ki, Roziglowdur. Bugün ayın neçəsidir onu qeyd edək. 27 oktyabr. Roziglov yığılır hal-hazırda. Hələ yığılmır. Yığımlar hardasa bir noyabr ayının 5-nə qədər, yəni 5-dən sonra artıq yığımı start verilir də. Noyabr ayının 5-dən sonra başlanılır. Bu ən gec yetişən sortlarımızdan da Roziglov. Bundan qabaq hansı çeşidlər var idi sən? Bundan qabaq yığıldı Storinoret, sonra Fuji yığılan vaxtı idi, bir 10 gün, 15 gün bundan qabaq. Bizim yerli Qızıl Əhmədidir, keçən ay, yəni bu ay artıq yığılır. Ondan sonra bir də yəni bizim köhnə Golden Delicious falan, onların da artıq yekunlaşma vaxtıdır, yəni keçən ayın ortaları. Bizim sahibkarların keçən bu ayın ortaları. Bizim sahibkarların əlində ən çox hansı çeşidlərimiz var? Neçə çeşid? Ən çox Goldendir, yəni cəmaatda olan Goldendir. Ondan sonra artıq yeni salınan bağlardakı çoxsu Storinoret üstünlüyü verir. Ondan sonra yenə Goldenə, Roziglova, Granny Smith'ə, Fuji'yə yəni üstünlük verilir. Yəni dadı çox gözəl almadır. Amma yəni xəstəlik tutumu biraz çox olduğuna görə o qədər də çox üstünlük vermirlər. Bizdə də gilasçılıqda da belə sortlar var ki, daha çox biraz xəstəliyə, yarpağa meyillidir, amma gətirməyi var da həmin sortlarını qəşəng gətirir. Burada gördüyümüz çeşid adına gətirir. Roziglov. Bunun barədə məlumat verərsən Roziglov barədə? Roziglovla Pink Lady çeşidləri demək olar ki, eyni çeşidlərdir. Roziglov Pink Lady'yə baxmış rəng söhbətinə görə daha yaxşıdır, daha gözəl rəng alır. Görünüş olaraq daha gözəldir. Ona görə artıq üstünlük verilir Roziglov çeşidinə. Görünüş olaraq eynidir. Belə saxlama üçün ideal sortdur. Çəki söhbəti çox qəşəngdir, yəni ağır meyvədir. Ondan sonra bir balaca dəmgir xəstəliyinə həssasdır. Amma şükürlər olsun ki, ilin bu cür ağır bir ildə, yəni yaxşı gətirib çıxarmışıq bu vəziyyətə. Ondan sonra yəni belə də üstünlüklər çoxdur. Əkməyə dəyər. Bu il belə göstərək biraz. Yığımı üçündəki yəni ideal vaxtdır. Birini dərib. İdeal vaxtdır yığımı. Nəyə görə? Yəni bu vaxtlarda işçilər tapmaq rahatdır. İşlərin çoxsu yekunlaşıb. Sağ ol. Yəni 2 günə yığıb belə olur. Yekunlaşdırmaq olur. Alma yetişdiriciləri üçün necə bir il oldu bu il? Ağır il oldu. Nəyinə görə? Yağıntılar çox oldu, xəstəliklər çox oldu, mübarizələr ağırlaşdı. Yəni ona baxmayaraq qiymət axı üz güldürəndir, şükür olsun. Bu il bütün meyvələrdə özünü göstərib həqiqətən. Necə də rəsmən? Yeyin dadına baxın. O deyirlər, bəs əvvəlki almalarına iyi yoxdur filan var. İyi də var. Əvvəli var. Çox gözəl almadır. Həqiqətən. Turşa şirin almadır. Yəni şirinlik biraz da var da yığımda. var. Hardasa deyirəm bir həftədən sonra yığım başlayacaq. Bunun dərmanlanması və gübrələməsində də xüsusi diqqət yetirmək lazımdır. Keyfiyyətli yetişdirib çıxarasan. Yoxsa gübrələmə də yaxşı olar ki, analizin nəticələrinə uyğun olaraq gübrələmə aparılsın. Amma təəssüf ki, onu da riayət olunmur. Hər kəs artıq dərmanlamadan qaçmır. Amma deyək ki, 5-10 manat verib, analiz verib, ona uyğun, bəlkə daha az gübrə ehtiyacı var. Yəni lazımlığını qoyub lazımsız gübrələmə eləməyək. Bu şeylərdə fikir verilsə, üstünlük verilsə yaxşı olar. Bir də calaqaltılar da haqqında da məlumat verərsiniz. Calaqaltılar çoxdur. Plastiklər də artıq ona önəm verilmir. O həm gec meyvəyə düşür. Onun yəni yığımı da çətindir onun.
dərmanlaması da çətindir. Ən çox üstünlük verilən M9 calağı. Bunlar da Oradakı M9 tam hə. bodurdur. Ona mütləq dirək sistemi lazımdır gəlir. Neçə santidandır? Mən 80 santidan əkmişəm. Amma inşallah ki, yeni bağ salanda 70 santidan eləmək istəyirəm. Biraz daha. 70-in 3 Sıx, daha sıx. 60-a belə. Yəni alınır da, niyə də yox. Bir də əziz bağbanlar, Davud qardaşdır, bizdir. Telefon nömrəsini yerləşdirici Xaçmaz Bağçılıq ofisi olaraq, yəni alma barədə məlumat almaq istəyənlər, ümumiyyətlə bağına baxış keçirtmək istəyənlər müraciət edə bilər. Problem yoxdur. Yəni o məsələlərdə kömək edəcək. Bəs Davud qardaş? Budama yavaş-yavaş başlamışam artıq yığılan yerlərdən. Budama heç nə, belə deyim də, Qısalta gedir. qısalda yox. Baxırıq ki, ağacın üstündə qalın budaq saxlamırıq birinci. Ancaq belə Sonra lateral nazik budaq. Gövdəyə yaxın çıxan budaqları götürürük ki, yəni bu dik çıxan budağı həm əyib bağlamaq da çətindir. Bəli. Ondan sonra ümumiyyətlə əyib bağlamaqdan mən qırağa qaçıram. Ehtiyac yoxdur. Budamla elə Regulovka verilir. Tənzimləmə ki, yəni ehtiyac olmur. Məsələn, baxın, yaxınlaşım bura. Dik budağa qalxıb kəsmişəm, altdan dırnaq saxlamışam. Necə saxlamışam? Üstün qabığını saxlamamışam, altdan dırnaq saxlamışam. Fikir verin nə gözəl çıxıb. Bəli. Ucunda da tumurcuq var. Bu budaq artıq nə qədər meyvə gətirsə də bu sınan deyil. Lateral nazik budaqlar saxlamaq Bəli, lazım. məsələn, əkimlərə belə o budaq çıxacaq. 100% çıxacaq. Bax belə. Bax üstdən saxlamayacağam yer. Belə kəsib atacağam, bax belə bu cür. Altdan bir barmaq yeri qabığın qalmağı bəs eləyir ki, buradan 2 dənə zəif yan budaq çıxarsın. Burada yuxuda olan gözlər var. Artıq bunu kəsəndə qida gəlir, bunları oyadıb partladır. Aydındır. Elə. Yəni nə qədər sıx əkiriksə meyvəni bir o qədər gövdəyə yığmağa çalışmalıyıq. Yəni belə deyim də, çox adam var ki, bu illəri məsəl üçün bağı əkdi. Ağacın biri 2 dənə budaq və yaxud 3 dənə budaq və yaxud 1 dənə budaq çıxarır. Həmin budaq da gövdədən qalın olur. Onu kəsməyə əli getmir. Saxlayır onu, nəm əyib bağlasa belə, o artıq liderləşib, qalınlayıb. Gilasda da elədir. Yəni necə söhbət? Artıq nətər olur? Həmin budaq qol budaqda atır, inkişafda gedir. Amma lazımlı budağımız qalır. Təmin olunmur. Yəni budaqsız falan qalır. Sadəcə biraz uzanıb qalır. Yəni o da yəni ehtiyac yoxdur da, bizə lazımdır gövdə inkişaf eləsin, gövdə budaqlansın. O budağı orada saxlamağa ehtiyac yoxdur. Daim gövdədən çıxsın budaqlar, biz də gövdəyə yaxın meyvə alaq. Qalınlaşdı, kəsib götürək. Bəli, sıfırlama. Eyni gilasdakı kimi. Baxın, mən bu budağı heç uc da vurma eləməyəcəm, əymə də eləməyəcəm. Qalıb da mən əsas lazımlı budaqlarım bunlardır. Yəni yetərincə də budaq almışam. Davud, ortalama bir ağacdan neçə kiloqram meyvə götürmək olur? Ortalama bir ağacdan ildən ilə fərqlənir. Məsəl üçün seyrəltilmə olmasa, bir il güclü məhsul verir, bir il yəni elə olur ki, heç verməsin, elə də olur ki, çox az verir. Yəni cürbəcür. Yəni normal seyrəltilmə olsa, standartda yəni daha meyvə qalsın, meyvəyə dəymə deyib eləmək olmaz da yəni. Ortalama belə deyim də, artıq tam məftilə çatandan sonra 20 kilo rahat, keyfiyyətli meyvə götürmək tam belə olar. Belə ortalama hektara nə qədər düşür o? Hektara əkilən ağac sayından asılıdır. Adam standart əkim nədir? Bir də ən çox əkin. Yəni 1 metrin əkisiz yoxsa 80-la? 80-la əkənlər var, metrlə də əkənlər var. Metri 20 ilə də əkənlər olub. Davud qardaş, deməli hektarına nə qədər düşür? Hektarına ortalama 60 ton. 60 ton. Yəni o da əkim sıxlığından asılıdır. Yəni o artıb azala bilər. Yəni əkimlər var ki, V şəklində əkilir, 2 pasinkadan. Yəni onda daha çox qələm gedir, daha çox ağac gedir. Yəni çox ağac çox məhsul deməkdir. Yəni 50 santdan əkənlər də var, 50 santdan da əkilə bilər. Yəni belə deyim də, yəni nə qədər çox əkilirsə, o qədər çox məhsul götürmək olar. Aramızda 4 metrin hektara, hə? 3 hektar da var, 4 metr də var. Yəni vəziyyətə uyğun əkilir. Davud qardaş, bu deməli bu il çıxan zoğun üstündə gələn il meyvə verir də. Yox, zəif budaq çıxanda artıq onun uç hissəsində tumurcuq olur. Bu artıq meyvədir. O məsəl üçün bu görürsünüzmü liderdə? O keçən ilki inkişafdır. Keçən ilkidir. O da bu ilki inkişafdır. Bəli. Onun üstündə oca gələn il meyvə olacaq da. Bəli, olacaq. Olacaq. Gilasda isə bir ildə gec olur. Yəni M9'lar həmən
meyvə Verir. verməyə meyillidir. Meyillidir. O məsəl üçün Davud qardaş burada da burada. O belə bir budaq çıxır da, düzdürmü? Aha. Bunun özünü də yeniləməyə ehtiyac var. Yeniləyəcəm. Ağacın Çünki- üstündə Hə. xeyli budaq var. Yəni Budaq vermə qabiliyyəti yüksəkdir də, yəni Roziglov bəli. onu qorxmayaq da ki, kəsərik birdən budaqsız Problem yoxdur. qalarıq. Roziglov ümumiyyətlə budaqlanan çeşid. Nə qədər kəssək də verəcək, Bəli. verəcək. Bir an buranı da çəkərdim bir Bunlarda Maşallah. əhəngləməyə Qəşəng. ehtiyac yoxdur. Ehtiyac yox, olsa daha gözəl olar. Amma belə calaq yerləri. Qanlı bir xəstəlikdir, xəstə həşəratdır. Artıq düşüb. Yəni onu qışlıq müalicə ilə Hə, preparat nə alırlar da onu? preparatdır. İndi bəzi dərmanlar var ki, artıq qadağan olunur. Ştofka da. Yox, qanlı bit. Unlu bit, qanlı bit. O qalxır yuxarı. Bizdə meyvə- şəftəlidə olur, ağ. Yox, o biz ona- şeydir. Ha, o Ya, ştofka. şəftəli də olur, şəftəli də olur. Hə. Şəftəli nədir onun adı? Nə deyəcəkdim? Bu ortan molçer vurmusan. Hə, elə dünənləri bir dənə yoxlayım. Budamaya başlamışam ki, Aha. problem yaratmasın da ot. Molçer təzə aldın yoxsa? Yox, çoxdandan varımdır. Hə, xeyirli. Çox sağ ol. Şaxı doğrayır da ümumi. Şax da doğrayır, ot da Ot doğrayır. təmiz. Əla Ümumiyyətlə, aqreqatdır. Elməttin qardaş, müasir gilas budamaları var ya, tel üzərində. Onu almadan götürüblər. Yəni Alma budaması. Yox, yox, əslində. yox, yox. Oradan götürüblər. Belə bir şey deyim. Əkimə görə budama seçilməlidir. Nə qədər yaxın əkim varsa, Yox, yəni bunu hər deyirəm mən. Bunu hər yaxın əkimin öz budaması var. Yəni özümüzdən heç nə kəşf eləmirik də. Bəli, bəli. Reallıq nəticə odur. Eyni budama gedir. Bəli. Liderə şəriklər yenilənir. Ümumiyyətlə elə o birisi sistemlərdə də qalın budaqlar kəsilir. Həm də meyvə gövdəyə nə qədər yaxın olsa, onun keyfiyyəti bir o qədər yuxarı olur, yaxşı olur, kalibrli olur. Hər kəs üçün xeyirli olsun. Bəli, bəli. Davud qardaş, yerə düşənləri nə edirsiniz? Nə qədər yerdə alma var? Yəni meyvə suyuna. Hə. Belə. Heyfdir, görünür. Ha, çox qəşəng. Yığılır da olar Nə tezdən. partlağı var, nə əziyi var. Görsən də yeri də nə yaxşı eləyir. Bu uşaq doğrayandır da. Hə. Super. Davud qardaş, bax bu yeni ildə artıq bağbanlar yeni bağlar qurmağa başlayırlar. Bu il daha belə insanlarımız görən ki, daha kütləvi bağlar salmağa başlayıblar. İndi çeşidlidir, şaftalıdır, gilasdır və bunun içində də almaya da prestij artıb, daha çox istəməyə başlayıblar. Evet. Alma işinə girən təzə yoldaşlara nə məsləhət bilərlər, nəyə diqqət yetirsinlər? Qardaş, ümumiyyətlə hər kəs bir işə başlamaq istəyirsə, onun çətinliyin gözünə Almalıdır. yəni göz önündə tutmalıdır ki, yəni hər işin bir çətinliyi var. Alma da bu bağçılıq sektorunda ən ağır Olan sahələrdir. işi ən ağır olan sahədən biridir. Yəni alma, yəni tək əkdim, çıxdım bağdan yoxdur, yəni. Heç həmişə əlin üstündə olmalıdır. Dərman. Yəni İşləməlisən burada. yəni həm işləməlisən. İş yerin bura olmalı. Əlbəttə ki, iş yerimiz, qazanc yerimiz burada da olmalıyıq. Borcumuzdur ki, buradan pul qazanaq. Bunun yəni texnika lazımdır, yeşiklər lazımdır. Yəni yığım üçün qoşqu lazımdır. Yəni çox lazımlı şeyləri var. Gilaslıq kimi deyil də, yəni Yox, bir gilas çox şeylər özündə nektarindir. olmalıdır. Məsəl üçün bağda yığıldı, göndərdim, sizə çıxdı, getdi. Bunda tərtəmiz. saxlanma yerləri, Bəli, ambarlar, nə bilim, Bəli. soyuducularla əlaqə saxlayıb ora yığmaq, qabaqcadan Bəli, özün bəli. üçün yer ayırtmaq. Hamısı bu kimi bunlar şeylərə işdir, hazır əziyyətdir, olmalısan. Bəli. vaxt aparan bir şeydir. Amma yekunda bəhrəsi gözəldir. Bütün meyvə sortları, bütün bu ümumiyyətlə kənd təsərrüfatının qolları belə baxanda işləyəndə, yəni əziyyət bir geri Əlbəttə. dönüş verir, amma heç birində garantisi yoxdur. Əsas odur ki, əlimizdən gələnliyi. Uğurlar olsun Davud. İnşallah indi alma Yəni barədə bir şeydən məlumat vereyim. Yaxşı olar ki, bağlarda bu yaxın əkimlərdə tor söhbətinə üstünlük versinlər. Aha. Tor çox yaxşı bir şeydir. Bəli. Düz indi ərazi az olduğuna görə o qədər fikir vermirəm. Amma ən əsas dolu təhlükəsinin bir nömrəli qarşısını alır. Günəş yanıqlığının qarşısını alır. Yəni bu şey olsa, şiddətli yağışlardan qoruyur. yəni çox şey var da, yəni üstünlüyü çoxdur. Bu illər məsəl üçün dolu təhlükəsi çox oldu. Hər yerə yağdı demək olar ki. Yəni Allaha dua eləyirdik ki, yağmasın. Şükür Allaha ki, yəni ziyan vermədi. Yavaş-yavaş yayılır da, o da Yəni tor da olmalıdır. Yəni belə ərazi az olanda
eləmək çətin olur. Amma ərazi çox olsa, yəni bir şey deyil. Miktar şəkildə Olunsa Tamam, daha gözəl qardaş. olar. Bir dənə zəhləmi çəkdim. Ben çox maraqlanıram. Buyur, buyur. Bax, bu budaq bax, görürük buradan çıxıb da, düzdürmü? Aha. Düzdür, gəlir bura, buradan uca nazik budaq. Bunu uca buradan kəsəcəksiniz, şuta təzə budaq almağa, Yəni o budamaya yeniləməyə. artıq budama vaxtı onu qərar verməyə daha rahat olur. Baxıram ağacın vəziyyətinə uyğun. Bu budaqdan məhsul götürə bilərəm. Aha, Bu budaqdan da məhsul. Hələ bir 2 il, 2 il bu budaq mənə meyvə verəcək. aha. Bunu kəsməyəcəksiniz ki buradan. Buradan kəsə bilərəm. Ha, aha. Buradan kəsib Ki buna atacağam. keçirdin. Hə, həm biraz meyvə yığılsın ağaca. Həm də ki bu belə uzu Həm də yuxarında. bu budağın üstündə mən nə qədər meyvə götürə bilərəm? Çox götürsəm 10 dənə meyvə götürərəm. Yəni 7-8 dənə meyvə götürsəm tam bəs edir. Ondan çox lazım deyil. Bəli, bəli. Əsas qaydalar var, bir də məntiq var da yenə də. Bəli. İkisini birləşdirib bir Xeyirli olsun Davud. xeyirli Uğurlu olsun. olsun Çox bağımız. gözəldir. Çox sağ olun. İnşallah. Sort özü də çox gözəldir. Həqiqətən. Bərk sortdur, qəşəngdir. Bu Ətirli, almalardan da yemək istəyən Dadlı. buyurub ofisimizə gələr. Davuddan alacağım birazdan. Baş. İnşallah Çox ofisdə olacaq. İnşallah. Hər kəsə uğurlar. Xeyirli olsun. xeyirli olsun. Çox sağ olun. Gözəl. Gözəl Peki- nəticə eləmisən. Yəni bağın baxımı da bağın səliqəli idi. Örnək. Örnək Bağın nümunəvidir. bütün hər şey yəni əl əməyindən çıxır. Yəni özümüz işləyirik, özümüz bağın üstündəyik. Yəni hər bir şey özümüzdən asılı olan bir şeydir. Əlbəttə. Yox, çox səliqəli və örnək göstəriləcək Nümunəvi bir bağdır bağdır. yəni, nümunəvi. Bundan gəlib sizdən öyrənə bilərlər ki, bağ necə qurulmalıdır. Problem yoxdur. Yəni nə bilirəm, nə yəni nə yaxşı bir şeylər varsa hamısını yəni məsləhətimi də verə bilərəm. Problem yoxdur yəni. İnşallah uğurlu olsun. İndi biz də yavaş-yavaş bu alma yetişdiriciliyini də İnşallah. artırmaq istəyirik. Keçirsiniz o biri cərgələrə də baxaq. Gedək. Gəlin ona göstərim. Ha, bu və başqa sortdur. Yox, bu çox yox. Ya bu Özbəkistanda da qoymuşdular bunları. Göstərim. Yəni bu ən bizim yəni bağımıza qurdu salan bu kəpənəklərin yumurtalarıdır. Bunun da qarşısını alırıq şükür Allah ki bunlar var. İzləyib Bu sizdə izləmə yəni indikatordur. periodu izləyirəm. Yəni kütləvi uçuş vaxtlarını tuturam. Ona uyğun dərmanlama aparıram. işıq da qoyurlar ya Davud qardaş. İşıqdan da bilirlər ki, nələr gəlir, nələr. İşığa həssassız da işığa gəlir gecə vaxtı. Bu uca başqa sort olmalı idi desəm. Bu storydir. Story. Ha, Inroid story. Story ignore. Story Inroid. Bu Granit Smith'lərdir. Granit Smith ağacı yəni uzanmaya, inşaha meyilli Ha, keçir. o Grand. Bu nə vaxt yığıldı? Bu belə yığım vaxtı oktyabr ayıdır. Yəni düzgün. Xəstəliyə daha dözümlüdür ya bu deyəsən. Bəli. Üstünlükləri çoxdur, yəni dözümlülüyü. Grand Smith. Bu yaşıl almadı da ha? Granit Smith Challenger. Sanki bizim bu köhnə Simirin kıyafetleri. Dad olaraq Hə. Yoxsunuz. Ha. Davud bir dənə alma saxlayardın da De göstərərdin. yuxarıda var. yerdə var. Granit Smith bu illəri Davud qardaş, bax belə olanda bizim kənddə buna deyirlər dugur. Bu kalsiyum çaşı yox, azlığı bu deyil. xalları deyirsən. Yox. Hə. Və əlvi belə sürtsəm dağ, təpə. Bu meyvə tam yetişməyə doğru Yetişmə. gedəndə, yəni Doğru. bu bunun öz şeydir, yəni xarakteridir. Ha bu bəzi şeylər hava artıq soyuduqca meyvə elə bil ki qabığı bir balaca dəyişilir. Ha belə şeylər olur. Ona görə vaxtında götürürsən, yığırsan. Ha, bunun da dadına baxarıq. Grand Smith. Granit Smith. Bu Smirenka deyil Xəstəliyə bizim. qarşı, Hə, ona oxşuyur amma. xəstəliyə qarşı çox dözümlüdür. Yarpaqlarında demək olar ki, ləkə yoxdur, maşallah. Yəni Roziqolovun yarpağında ləkə Var, nəyə görə var. var? Yarpaqların kənarları içəri doğru qıvrımlıdır. Belə içəri qıvrımlıdır, suyu çox saxlayır içində. Ona görə də xəstəlik daha tez tutur. baxın, fikir verin, yarpaqları çox gözəl. Siz Xəstəliyə tam dözümlü şeydir, Storinoreddir. story Konkret olaraq dəmgil deyilən şey olmur onda. Amma unlu şey tutur. Gedək başqa oldu. Bunun müşəhə nə vurur? Penkanazol tərkibli. Penkanazol, tivikanazol, ondan sonra kükürtdür. Dərmanlar çoxdur. Tiapanat metil, Nə varsa da qarışıqam. ipikanazol. Hamısı bütün. Hə. Biz də yılasa nə vururuq, hamısı vurulur. 5 dəfə. O modilərdir. Elmətlə keçənləri gəlib göstərmiş, görmüş Hə, necə təklif gətirmiş, eləmiş. necə məhsul vermiş. Onda adı necədir? Bu illərin məhsulu zəif oldu. Xoşməzə olur.
Bu il nətər oldu? Bu illəri zəif oldu amma kalibr çox yüksək oldu. Göbələyə bax. Modi Buranın linkini torpağı yaxşı torpaq. Hə. Göbələk varsa, Model linkini də qoyarsan. Model linkini yerləşdirərəm həmin videoda. keçənlər- Altdan girib baxarlar. Keçən çəkmişdik mən belə bunu. Ha bunun meyvəsi qalmalı. Model amma onun da rəylərində yazmışlar ki, bəs biraz tökülməyə meyllidir, bağbanlar yazmış. Yəni meyvə yetişməmiş tökülmür. Hə, tam Yetişəndən sonra tökülür, onu da saxlayan. ki, Davud qardaş, məncə bunlar əhənglənsə daha yaxşı olar. Əhəng gözü də yaxşı. Əlbəttə ki, əhəng. Qələviliyə malikdir. Bəli. Vurub orada dağıdacaq. Amma onu. iş çoxdur, say İş çoxdur bəli, olduğuna bəli, görə. bəli. Bu keçən illəri bu Qızıl Əhmədin oxşamır bu. Alman neçənciliyindən meyvəni verir? əkilən ilin artıq üstündə meyvə olur. Aha, əkilən. Bax bu dadlıdır doğrudan da. Çox ləzzətli olmadı. Eyni Qızıl Əhmədin dadı gəlir biraz. Babu ki, ona qədər liderləşməyə bunlar keçəcəksən də. Hə, olar çıxacaq. Davud qardaş, bəs Qızıl Əhmədini hansı calaq altıda yetişdirirsiniz? Elə bundan Mən yetişdirmirəm ondan. Ha. Amma yetişdirmək olur, problem yox. M9-da. Bəli. Bana rəng söhbəti biraz Qızıl Əhməddə problemdir. Amma dadı çox gözəl olur. Hə, çox qəşəngdir. M9-da bütün alma sortları gedir. Əlbəttə gedir. Məsələn bizdə gilasçılıqda calaqatlar var ki, həmin sortu qəbul eləmir də. Yox, gedir. Bir dənə şey getmir. Bizim o Scarlet Spur var. O elə bir ki inkişafa çox zəif inkişaf gedir. Aha. M9 da bodr olduğuna görə, yəni o çeşidi ona aşılayanda inkişafı çox zəif olur. Ha. Yəni belə deyim də, bir 10 ilə gedib axırıncı məhsul çatsa böyük işdir. İldə 20 santiyə zoğ verər ya yox. Bura neçənci ildir? Bu ilə kilən izləyirdi. Birinci il. Hə, budamasını da eləmişəm bu tərəfdə. Bura yox. Aha. Bunun artıq budaması olur. Bu dəqiqədə. Biraz tezdir budama üçün yarpaqlar. Budamağı özünüz ediyorsunuz Davud qardaş. Sevirəm budamanı. Bəli. Öz əlimdən çıxaram. Maşallah. Baxın görürsünüz, bax burada. Qalın Budur, çıxdı. qalın. Yəni bu bağın üstü. Bunlar lateral budaqlardır. Nazik. Yəni var da. Meyvə budağı var. Meyvə budağı var. Buradan da çıxacaq. Aha. Mən tam korlaşdırmamışam. Üstü yəni sıfır götürmüşəm. Altdan yəni var da bir belə. Davud qardaş, bir budaq neçə vaxt meyvə verəcək? Yəni budaq nə qədər nazikdirsə, ondan 10 il, 15 il meyvə götürmək olar. Yəni yoğun budağı, qalın budağı çıxarmaq məqsədi o. Alma bağın ömrü nə qədərdir ortalama? M9. Yenə deyirəm, budamadan asılıdır. Avropada 20-25 il, yəni M9-da məhsul götürürlər. Aha. Yəni nəyə görə budaması idealdır. Yəni hər şey düzgün qulluq olunur, əməl olunur. Ona görə də ki, yəni uzun illər gedir. meyvə Baxımından və budamasından. Mən elə gəlir ki, Gizella da hələ bu söhbətə aiddir. Büyük ki, Bəli. təbii ki. Nə var ki, ağacdır da o da. Yəni çoxsu il 10 il, 15 il belə deyirlər, Yox, amma ağac- inandırıcı deyil. Yəni bu ağaca düzgün qulluq eləsən mənə çox illər Daha çox gedir. qazanc verər. Bəli. Xeyirli olsun Davud. Davud Uğurlar qardaş, sənə belləmə inşallah. aparmırsınız belləmə. Yox elə herbisitlə şükür Biraz Allaha. sizdə bu şeyləri gördüm mən, bax bu Mamır. yaşıl O mamırlar. suya görədir. Hə? Su çox sevir meyvə almaq. Hə, daha çox su verirsən. Bəli. Doğrudan Ona almaçlıqda görə daha də çox su verirsən. belə şeylər olur. Çoxdur, xərci çoxdur. Xərci çoxdur, bəli, bəli. Tonaj verir də. Tonajı var. Amma digər ki bir bağlıca dərmannamada biraz Axsadon. orada artıq xərci güclə çıxardı. Xeyirli olsun Davud. Xeyirli İnşallah ki olsun. başqa gözəl vaxtlarda gələk. Maşallah. İnşallah. Yaxşıdır, tez-tez Bizim inşallah. Sinaba da oxşuyur. Əlaqəsi Yox, Sinab storydə o Ha. gec güləşənlərdir, biraz anormal meyvələrdir var. Gedək. Eyni gilasdakı kimidir ya, eyni. Yəni heç belə deyim prinsipial bir Sıxlığa görə budama seçilir. SSA sistemidir bax bu. Yəni bəzi bağlar görmüsüz, Paysingada Gizella 6 əkiblər. Amma Paysinganın o şeyə heç bir dəxli yoxdur. Bəli. Vurublar, taclandırıblar. Paysinga qalıb ortalıqda. Əslində bizim həmişə dediyimiz Gizella üçün SSA sistemi var. Bəli. Super Slender Axe sistemi adlanır.